Salamlar, sizləri dərsimizdə xoş gördük. Mən Anar Həsənov. Bugün sizlərə dim test toplusundan parallelogram, onun xassələri və əlamətləri dərsinin bütün testlərinin izahını verəcəm və təbii ki, parallelogram mövzusunun ümumi qaydalarını və düsturlarını hamısını sizlərə sıfırdan izah edəcəm. Başlayaq. Deməli, parallelogram nə idi? Parallelogram qarşı tərəfləri cüt-cüt paralel və bərabər olan, yəni paralellik mütləqdir. Və ikinci olaraq da bərabərlik mütləqdir. Yəni bu buna paraleldir, qarşı-qarşıya və BCD AD-yə paraleldir. Və bu dörd bucaqlıya nə deyirlər? Parallelogram deyirlər. Onda paralelogramda biz əsas həndəsənin əsas anlayışlarından iki paralel düz xətt və kəsənə görə bucaqlar anlayışından istifadə edəcəyik. Onda A bucağı ilə B bucağı daxili bir tərəfli bucaqlarıdır. Onların cəmi neçə dərəcə olurdu? 180 dərəcə olurdu. Axı biz bu AB-nin CD-yə paralelliyindən belə çıxır ki, bu bucaq ilə bu bucaqda nə olur? Daxili bir tərəfli bucaqlar olur. Yəni U qaydası olur. Onda burada nə olur? Alfa və eyni qayda ilə burada olur nə? Beta. Yəni paralelogramın qarşı bucaqları bərabərdir. Fikir verin, kör bucaqlar da eynidir. Qarşı tərəfləri bərabərdir və bir-birinə nədir? Paraleldir. Və bir iti bucağı ilə bir kör bucağının cəmi neçədir? 180 dərəcədir. Və yaxud da ki, bir tərəfinə bitki iki bucağının cəmi 180 dərəcədir. Və burada yazılan şəkildə də elə perimetr bütün tərəflərin cəmi olduğuna görə 2 dənə A var və 2 dənə də nə var? B var. Əlavə olaraq elə bu şəkil üçün paralelogramın sahə düsturunu verim. İki tərəfin hasili, bax iki tərəfin hasili vurulsun onlar arasındakı bucağın sinus olur. Və yaxud da ki, buradan da yanaşsaq, kör bucağına da yanaşsaq, yenə də A vurulsun, B vurulsun, nə olur? Sinus beta olur. Yadımıza salaq ki, iki bucağın cəmi 180 dərəcə olanda, elə onların sinusları nə olurdu? Bərabər olurdu. Buradan istifadə edib, sahə qaydasını da sizə dedim. Deməli, birinci sual perimetrə aiddir. Onda necə həll olunacaq? Perimetr bərabər olacaq. 2 dənə 5 üstə gəl, 4. Bu da edəcək 18. İkinci sualı özünüz yazın. Üçüncü suala fikir verin. Nə dedim? Dedim paralelogramın bir iti bucağı ilə bir kör bucağının cəmi neçə dərəcədir? 180 dərəcədir. Qabaq-qabağı olsaydı, təbii ki, onlar bərabərlik halını ödəyərdi. Deməli, ikisi nə qədər eləyir? 36 eləyir. Amma bizdən C bucağını istəyir. C bucağı da A bucağı ilə qabaq-qabaq olduğuna görə eyni idi. Burada olur nə? 2x, yəni 2 vurulsun 36. Dördüncü sual eynidir. İndi 5-ci suala baxın. 5-ci sualda siz şəkili çəkməlisiniz. Və burada bir anlayışdan istifadə edirsiniz. Fikir verin, paralelogramın bir tərəfinə bitişik, iki bucaq. Bu tərəfinə bitişik, iki bucaq. Biri budur, biri budur. Biri iti bucaqdır, biri kör bucaqdır. Yəni onda iti balacadır təbii ki, kör böyükdür. Bunların cəmi 12x eləyir və nə qədər olmalıdır? 180 dərəcə olmalıydı. X-i biz 15 tapırıq. Deyir, bunun bucaqlarını tapın. Gətirib A-dan başlasaq. 5 15-in 75 eləyir. Digəri onsuz da 105 edəcək. Və yenə davam eləyirik. 75 və bu da kördür. Nə qədər eləyəcək? 105 edəcək. Deməli, hansı variant olur? C variant olur. Altını özünüz yazarsınız. 7-ci sualda bu birilə təbii ki, bucağı adlandırıb. Yəni, bunu alfa desək, 2 ilə kör bucağı adlandırıb, beta desək, onların fərqini bizə nə qədər verib? 24 dərəcə verib. Və yaxud da onu belə də deyə bilərdi. Paralelogramın iki bucağının fərqi 24 dərəcədir. Təbii ki, onlar bərabər götürə bilməzsiniz. Bərabər olsaydı, onların fərqi 0 olardı. Onda biz bunları tərəf-tərəfə toplasaq, 2 alfa bərabərdir. Nəyə bərabər olur? 200, 4-dən mi bərabər olur? Alfa nə olur? 101 olur. Alfa da nə idi? Deməli, mən 2-yə alfa demişəm. Deməli, burada bizdən tələb etdiyi nədir? Bir də təkrar deyirəm. 8-ci suala fikrim getdi. Deməli, onda bunların fərqi nə idi? 24-dür. Bunların cəmi nədir? 180-dir. Yəni, bunları biz toplayıb 2-yə böləcəyik. Onda alfa bərabər olacaq 90 plus nə qədər? 12. Yəni, bu da olacaq nə qədər? 102. İndi birinci bucaq burada görürsünüz iti bucaqdır. Onda iti bucağa nə qalacaq? 78 dərəcə qalacaq. Yəni adlandırmaya da mütləq diqqət yetirin. 9-cu sual. 9-cu sualda nəyə fikir verməlisiniz? Deyir, bərabər yanlı 3 bucağın. Siz də bir bərabər yanlı 3 bucaq çəkirsiniz. Bərabər yanlı 3 bucaq nə idi? 2 bucağı eyni olan 3 bucağa bərabər yanlı 3 bucaq deyirdilər. Və oturacaq fərqli olan tərəf idi və oturacağa bitişik olan bucaqlar eyni idi. Yəni, bura ilə bura nə idi? Bərabər idi. Fərqli olan tərəfə bitişik bucaqlar eyni idi.
Nə deyir? Deyir yan tərəfə A imiş. Bəli, bura A imiş. İndi deyir ki, bu üçbucağın oturacağı üzərində götürülmüş nöqtədən yan tərəflərə paralel düz xətt çəkilib. Bax, buradan hər hansı bir nöqtə götürürəm. Bu orta nöqtə olmaya da bilər. Və bu yan tərəflərə bir paralel düz xətt çəkirəm. Yəni, bu buna paraleldir. Onda biz axı demişdik, paralellikdə kəsənə görə bucaqlar xassəmizi yadımıza salırıq. Bu bucaq alfa olanda çarpazlıqdan burada alfa idi. Qarşılıqlı bucaqlardan burada alfa idi. Deməli, onda burada nə olur? Alfa olur. Sonra, indi elə burada nə alırıq? Fikir versək, bu üçbucaq necə üçbucaq olur? Bərabər yanlı üçbucaq olur. Bunu biraz azaldaq. Onda biz buraya bir x desək, fc-yə, onda y-də nə olur? X. Amma bizdən tələb eləyirdi, digər tərəfə də paralel parça çək. Yəni, BC-yə də paralel çəkirəm. Burada n deyək. Onda bu da buna paraleldir. Onda yenə də bu bucağın eyniliyinə gəlib çıxırıq buradakı xassəyə görə. Onda biz bura bir y desək, burada nə olur? Y. İndi nə aldıq? Üç dənə bucağının cəmi 180 dərəcə olduğuna görə bura təbii ki, beta deyirdi. Onda burada 180 dərəcə olmalıdır. Buradan olur beta. Və qarşı tərəfləri paralel və qarşı bucaqları eyni olan fiqur nə idi? Paralelgram idi. Deməli, bura x-dirsə, bunun qabaq-qabağa duran paralel olduğu tərəf də x-dir. Bura y-dirsə, burada nədir? Y-dir. Yəni, fikir verin, bir tərəfi biz x plus y almışıq və x plus y nədir bizdə? A-dır. Bəs nə istəyir? Alınan paralelogramın perimetri. Bax, burada bir paralelogram alınıb. Bunun paralelogramın perimetri nə idi? 2 dənə x plus y idi. Onda olur 2 vurulsun x plus y. A olduğuna görə 2a-ya bərabər olur. 9-cu sual bitdi. 10-cu sual. 10-cu sualda siz nəyə fikir verməlisiniz? Elə şəkil üzərində izah edəcəm. Baxın, qabaq-qabağa nədir? Eynidir. Onda çarpazlıqdan nədir? Eynidir. Və AB ilə CD-ni bizə eyni verib. Baxın, AB buradır. Bəs AB YS ilə eyni idi axı. Deməli, YS ilə diqqətli olun. CD-ni eyni verib. Onda burada bir üçbucaq var və bu üçbucağa fikir versəniz, bu üçbucaq. Bu üçbucağın iki tərəfi eynidir və bir bucağı 60 dərəcədir. Onda bu nə olur? Bərabər tərəfli olur. Çünki yerdə 120 qalır. Onlar da 2 yerə bölünür. 60-60. Yəni, bunun üçü də YD-nin, DC-nin, YS-nin bir-birinə bərabər olmasına gəlib çıxırıq. Bax, fikir verin. AB ilə kim eyni idi? YS, paralelgram qaydasından. Onun perimetrini istəyir. Deməli, perimetri nə olur? 3 olur. 11-ci sual. 11-ci sualda nəyə ehtiyat edəcəksiniz? Yenə bir paralelgram çəkək. Burada tənbölən deyəndə məsələni tam oxumaq lazımdır. Bax, deyir ki, B təpəsinin AD tərəfinə çəkilən hündürlük, hündürlükdən danışır. Bu tərəfi yarıya bölür. Bax, AD-yə çəkilən hündürlükdən danışır və bu tərəfi yarıya bölünmüş. Bax, bu hündürlükdür və burada yarıya bölünür. Bizim şəklimiz belə oldu, eyb yoxdur. Baxın, nə yadımıza salırıq? Hündürlüyün qarşı tərəfi yarıya bölünməsi median xassəsini xatırladır. Onda mən bunu birləşdirirəm. Və bunu birləşdirəndə ABD üçbucağında nə yadıma salıram? Bir üçbucaqda median tənbölən hündürlük eyni olardısa, deməli bir üçbucaqda bir təpədən çəkilən hündürlük qarşı tərəfin ortasını birləşdirirsə median idi və bu həm də gəlirdə nəyə çıxırdı? Baxın, bu çəkdiyim xətt hündürlüyü nə idi? 90 dərəcə və median nə idi? Qarşı tərəfin ortasını birləşdirsin. Onda bu mənə nəyi xatırladırdı? Deyirdik ki, bu bərabər yanlı olmalıdır və həm də tənbələn olmalıdır. Çünki bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş median hündürlüyü tənbələn eyni idi. Yəni, bizə ikisini verirdi, biz digər ikisini ona qoşurduq. Onda məsələ maraqlı olurdu. Bir də təkrar deyirəm, bərabər yanlı üçbucağın oturacağına çəkilmiş median tənbələn hündürlüyü nə idi? Eyni idi. Deməli, bu bərabər yanlıdır. Yəni, bu AB ilə BD nədir? Eynidir. İndi AB 5-dirsə, deməli, BD də nədir? 5-dir və perimetr ABD-ni 18 verib. 18 olması üçün bura nə qalır? 8 qalır. Bu qədər bəsit. 12. Perimetri 44 cm olan paralelogramın diaqonalları ilə 4 üçbucağa bölünmüşdür. İndi siz burada nəyi bilməlisiniz? Paralelogramın diaqonal anlayışı nə deməkdir? Paralelogramın diaqonalı qarşı təpələri birləşdirən parçalardır. Və paralelogramın kiçik diaqonalı və böyük diaqonalı var. AC görürsünüz böyük diaqonaldır, BD kiçik diaqonaldır və bir xassəmiz var. Deyirik, paralelogramın diaqonalları kəskin, kəsmə nöqtəsində yarıya bölünürlər. Paralelogramın diaqonalları kəskin, kəsmə nöqtəsində yarıya bölünürlər. Yəni, BO bərabərdir OD-dir, AO da nəyə bərabərdir? OC-yə. Sonra, paralelogramın diaqonallarına biz
D1 və D2 desək, onda kosinuslar teoremi və yaxud da ki, median xassəsi üçbucağı da yazırsınız, düsturanı yazırsınız. Oradan belə bir düstur alırsınız. Paralelogramın tərəflərinə də A ilə B desək və diqqətli olun. Paralelogramın tərəfləri ilə diaqonalları arasındakı əlaqə düsturu olur bu. Bir daha da təkrar deyirəm. Bu düstur nə olur? Paralelogramın diaqonalları ilə tərəfləri arasında əlaqə düsturu olur. Yəni, sanki paralelogramın bütün tərəflərinin kvadratları cəmi, paralelogramın diaqonallarının kvadratları cəminə bərabər olur. İndi baxaq buna. Deməli, bu məsələmizdə nə deyilirmiş? Mən sizə bir dənə məlumat verim. İstifadə eləyərsiniz. Elə ümumi paralelogram qaydalarını izah edirəm. Paralelogramın diaqonalları arasındakı bucaq alfa olsa, ikinci paralelogramın sahəsi D1 vurulsun, D2 vurulsun, onlar arasındakı bucağın sinusu bölünsün 2 olur. Elə ümumi nə lazımsa sizlərə məlumat verəcəm. Bu qaydaları qeyd edib gözəl öyrənin. Perimetr 44-müşsə, 2 dənə A üstəgəl B 44-müş. Onda A üstəgəl B nə qədər eləyir? 22 eləyir. Nə yazmışdı? 2 qonşu üçbucağın perimetrlər fərqi. Axı 2 qonşu üçbucaq buradadır. Onda bunların perimetrlərindən biz necə danışa bilərik? Bax, gəlirəm bura x deyirəm, onda burada x olurdu. Bura y deyirəm, burada y olurdu. Səbəb nə idi? Çünki paralelogramın diaqonalları kəsirdi, kəsmə nöqtəsində yarıya bölünürdü. Bax, bir bu perimetr var. O üçbucağın perimetri var. Bir də bu perimetr var. Deməli, bunları da mən çıxıram və bərabər eləyirəm nəyə 6-ya? Onda bunların fərqindən biz nə alırıq? Bax, cəm almışdıq 22 idi. Fərqi də alırıq. Çünki x ilə y islah gedir orada hər ikisi. Olur 6, bu olur sistem. Onda bunları tərəf-tərəfə toplasaq 28 alırıq. B-ni alırıq 14. A-nı da nə alırıq? 8. Bu qədər bəsit. 13. Yazıb ki, perimetri 14 cm paralelogramın xarici oblastda olmaqla onun tərəfləri üzrə qurulmuş rombun. Axı, hələ biz rombu keçməmişik. Ay, hörmətli edimiz. Gərək rombu biz burada keçək ki, burada ümumi məlumat verək. Rom nədir? Rom bütün tərəfləri paralel, ümumiyyətlə belə deyək, elə paralelogramı gördünüz. Paralelogramın tərəfləri bərabər olanda bu olur romb. Deməli, romb nəymiş? Tərəfləri paralel idi, dördbucaqlı. Qarşı tərəfləri bərabər idi. O olurdu paralelogram. Bunu bildik. İndi o paralelogram növünün tərəfləri bərabər olanda olur romb. Bunu bilin. Bu olur nə? Romb. Rombu gələn dərs izah edəcəm. Daha ətraflı izah edəcəm. İndi bizə deyir ki, bu paralelogramdır. Və bu paralelogramın tərəfləri üzərində, yəni mən birinin üzərində qururam, bir romb qurulub. Buranın üzərində quracam, bir də digərinin üzərində quracam. Bu romb nə vaxt olurdu? Qarşı tərəflərin hamısı, nə olsun, bütün tərəflər eyni olsun. Olacaq romb. Bir bunda qurdum. Deməli, gəlib arada da qura bilərik. DC-nin üzərində qura bilərik. Bir də bu tərəf B idisə, bunun da üzərində qurulan, bax, bu nə olur? Romb olsun. Özü tələb eləyir. Deməli, görürsünüz ki, burada bir burada varsa, bir burada da var. O rombun perimetri 4A idisə, buradakı da rombun perimetri 4A olacaq. Sonra bu rombun perimetri 4B idisə, onda yuxarıdakı da rombun perimetri nə olacaq? 4B olacaq. Və onların cəmini bizdən istəyir. Yəni, 8 dənə A üstəgəl B-ni istəyir. Bəs nə verib? Perimetri bizə verib. Perimetri ümumi paralelogramda A üstəgəl B vurulsun 2 idi. Deməli, A üstəgəl B 7 imiş ki, 14 eləyib. Deməli, bu olur 8 vurulsun 7. Belə. 14-cü sual. Yazıb diaqonallarından biri 7 cm, ABC-də 4 cm. Tərəflərin orta nöqtələri ardıcıl birləşdirməli alınan 4 cm perimetri. Budur, ABC-nin digər diaqonalının uzunluğunu tapın. Qəşəng sualdır bu. Bu sualı anlamaq üçün siz öncə nəyi bilməliydiniz? Yadınıza salın. Üçbucağın orta xətti. Üçbucağın orta xətti nəyi xatırladırdı bizə? İki tərəfin ortasını birləşdirən parça idi və bu üçüncü tərəfə paralel idi və üçüncü tərəfin nəyi olurdu? Yarısı olurdu. Deməli, mütləq iki tərəfin ortasını birləşdirirdi və üçüncü tərəfə paralel idi və yarısı idi. İndi burada da biz paralelogramımızı çəkək. Bu paralelogramda deməli, diaqonallarından biri 7-dir. Ümumiyyətlə, burada nə var? Tərəflərin orta nöqtələrini birləşdirəndə də əslində bir paralelogram alınır. Bu paralelogramın tərəfləri diaqonallarla ifadə olunur. Səbəb nədir? Bax, gəlin bu diaqonalı çəkirəm və həm AB-nin, həm də AD-nin orta nöqtələrini birləşdirirəm. Onda bunu birləşdirsəm, biz ABD üçbucağına baxanda
YF-in orta xətt olduğunu alırıq. Və orta xətt gördüyü tərəfin yarısı idi. Yəni bura D1 idisə burada nə olacaq? D1 böl 2. Yəni diagonal BD-nin nəyi? Yarısı. Eyni qaydada da buradan da paralel götürüb tərəflərin orta nöqtələrini birləşdirsək, LM deyək burada. Bu buna eynidir. Bu da bundan eynidir. Deməli burada olacaq D1 böl 2. Anladıq? İndi diqqətli olun. Bax bunu silirəm. Götürürəm bunu birləşdirirəm. Onda burada yenə də həm AB-nin həm də BC-nin deməli Y yenə də olur iki tərəfin ortasını birləşdirdiyinə görə orta xətt. Amma kimin orta xətti? Bax AC-nin orta xətti. AC-də diagonaldaq. Ona görə bu da olur D2 böl 2. Yəni AC-nin yarısı. Onda yenə də mən bunu birləşdirsəm burada nə olacaq? D2 böl 2. Yəni biz burada nə alırıq? Biz burada alırıq ki, paraqramın tərəflərinin orta nöqtəsini birləşdirəndə bir dördbucaqlı alındı. O dördbucaqlının tərəfləri oldu diagonalların yarısı. Bu qədər bəsit. İndi bax bunun perimetrini hesablasaq. Bunun perimetrində, yəni P orta deyirəm də, P orta fiqurun perimetri olur hər birinin yarısı olduğuna görə D1 üstəgəl D2. Əslində bu bütün dördbucaqlar üçün bu qayda ödənir. Yəni hansı qayda ödənir? Bütün dördbucaqların tərəflərin orta nöqtələrini birləşdirəndə alınan fiqur paraqram olur və o paraqramın perimetri verilən fiqurun diagonalları cəmi olur. Bax bunu topladım D2, bunu topladım D1. Hə indi bax bunu bizə 12 verib və D1-i də 7 verib. Deməli bura nə qalır? 5 qalır. Belə. 15-ci sualımıza baxaq. 15-ci sualımızda tənbələnlərin kəsmə nöqtəsi paraqramın daxilində yerləşib. Tənbələnin qarşı tərəf ilə kəsmə nöqtələri arasındakı məsafəni tapın. Ümumiyyətlə, paraqramda tənbələndən danışanda ehtiyatlı olmalıyıq. Ehtiyatlı olacağımız yer haradır? Paraqramın tənbələni hara çəkilib və harada qalıb? Ona fikir vermək lazımdır. Məsələn, mən tutaq ki, deyirəm A təpəsindən, yəni A iti bucağından tənbələn çəkilib BC tərəfini bir Y nöqtəsində kəsir. Bu ayrı şeydir. Yəni bunu mən necə dedim? Onda tənbələndə biz nə edəcəyik? Gəlib alfa deyəcəyik və bu bucağında çarpazlığından alfa olduğunu alacağıq. Və paralel yuxarı aşağı. Bu üç bucaqdan nə alırıq? Alfa-alfaya görə bərabərlik. Yəni bura AB A-dırsa, onda B-ni də təbii ki A alırıq. Və belə. İndi burada nə deyir? Deyir ki, bir paraqramımız varmış. Bu paraqramın A və D bucaqlarının tənbölənlərinin kəsişmə nöqtəsi paraqramın daxilində yerləşir. Bax, deməli bu tənbölən çəkdim. Buradan da tənbölən çəkdim. Və bunlar gəldi bir Y nöqtəsində burada kəsişdi. İndi burada maraqlı bir şey alırıq. Bax, bu iti bucağın tənbələnidir. Alfa-alfa. Bu da kör bucağın tənbələnidir. Beta-beta. Onda iti bucaq ilə kör bucağın cəmi 180 dərəcə olduğuna görə onda alfa ilə betanın cəmi 90 dərəcə olur. Ümumiyyətlə, yadınızda saxlayın. Paralelogramın bir tərəfinə bitişik iki bucağın tənböləni düz bucaq altında kəsişəcək. Bax, ispat elədik. İndi AB-ni 12 vermişmiş. AD-ni də 20 vermişmiş. Nə deyir bizə? Bu tənbələnlərin qarşı tərəf ilə kəsişmə nöqtələri arasındakı məsafəni tap. Deməli, nə edəcəyik? Diqqət. Bu daxildə kəsişdiyinə görə, bir dənə də mən sizin bir şey deyirəm. Davam eləyirəm sanki. Bu niyə məni biz incitdi bu gün? Bax, burada diqqət edəcəyiniz nə var? Biraz böyük çəkirəm şəkli. Diqqət edəcəyimiz nə var? Bax, tutaq ki, bu tənbölən gəlirsə bura. Bu B idi, bu C idi, bu da D idi. Düzdürmü? Siz. Hə, 19-cu sual. 19-cu sual sadəcə 30, 60, 90 qaydasını bilməklə həll olunan bir misaldır. Çünki paraqramın qarşı bucaqları eyni idi. Onda bura nə qalır? 30 dərəcə qalır. Və AB 12 olduğuna görə qarşı tərəflər eyni idi. 30-un qarşısındakı hipotenuzun yarısı idi. 60-ın qarşısındakı digər katetin köşaltı 3 misli idi. B-ni də sənə 3 verib. Onda bu tərəf oldu 9, burada 9 oldu. Perimetr istəyir. Perimetr bütün tərəflərin nə idi? Cəmi idi. Bitdi.
Deməli 20 də eynidir, özünüz yazarsınız. Gəlin indi 21-ə baxaq. 21-də bizə deyir ki, bu bucaqla bu bucaq eynidir. Onda bu üçbucaq necə üçbucaq olur? Bərabər yanlı üçbucaq olur. AB-nin perimetrindən danışır. 10. AB-nin perimetrindən. Yəni bura A-dırsa, bura bir biz X deyək, bura bir Y deyək. Onda bu necə üçbucaqdır? Bu bərabər yanlı üçbucaq olduğuna görə burada Y olur. Və bunun bizə perimetrindən danışır. Perimetri nə idi? Tərəflərin cəmi. Yəni A, X, Y bərabərmiş 10-a. Nə istəyir? ABC'nin paralelogramın perimetri. Bəs yaxşı, bura X-dən Y idirsə, burada da X plus Y-dir və perimetri nə idi? Tərəflərin hamısının cəmi. Yəni 2 dənə A ilə B. Yəni bura bir dənə, bura bir dənə topladım, 2-də vurdum. Baxın, burada elə verilib 10-dur. Deməli, bu nə qədər edir? 20. Sonra 23. ABC paralelogramın AC diaqonalının. İndi bunu oxumaq üçün, başa düşmək üçün bir şəkili çəkirsiniz. Bu AC diaqonalından danışır. Uzunluğu 10 olub, AD tərəfindən 30 dərəcəli bucaq əmələ gətirir. Bura ilə 30 dərəcə bucaq əmələ gətirir və bura 10 imiş. İndi B təpəsinin AD-yə qədər məsafəni tapın. Bu məsafə bu hündürlükdür. Bax, məsafə nədir? Hündürlük. Axı, bu AC ilə bu hündürlüyün, B təpəsindən çəkilən hündürlüyün o qədər də əlaqəsi olmur. Amma biz bilirik ki, paralelogramın qarşı tərəfləri paralel olduğuna görə iki paralel düz xətt arasındakı məsafə dəyişilmir. Yəni, burada eyni olur, burada eyni olur. Sonra mən C-dən də hündürlüyü çəksəm eyni olacaq. Çünki iki paralel düz xətt arasındakı məsafə neynəmir? Dəyişilmir. Ona görə elə baxın, buradan 30-un qarşısındakı hipotenuzun yarısıdır. Deməli, elə buradan da bura çəkilən məsafə nə qədərdir? Elə 5-dir. Ümumiyyətlə, hündürlük nədə istifadə edəcəksiniz? Hündürlük paralelogramda ən çox yada düşdüyü qayda sahədir yenə. Paralelogramın sahəsi, əgər bura B demişiksə, buna çəkilən hündürlüyə HB deyirik. Və sahə tapılır tərəf vurulsun hündürlüyü ilə. Əlavə olaraq, böyük tərəfə çəkilən hündürlük kiçik olur. Onda A tərəfinə çəkilən hündürlüyə də mən HA desəm, onda biz sahəni digər tərəfdən də A vurulsun HA alarıq və bu bir eyni fiqur olduğuna görə sahələrin sağlarını biz bərabər eləsək, belə bir qayda alırıq. Paralelogramın tərəfi vurulsun həmin tərəfə çəkilən hündürlük, təbii ki, qarşı təpədən və o da bərabərdir. Yenə paralelogramın tərəfi, digər tərəfi və ona çəkilmiş hündürlük. Və bu paralelogramın tərəfləri ilə hündürlüklər arasında əlaqə düsturudur və böyük tərəfə çəkilən hündürlük kiçikdir, kiçik tərəfə çəkilən hündürlük böyükdür. Sonra, bax, bura alfa idi, burada biz bir beta deyək. Alfa ilə betanın cəmi 90 idi. Paralelogramın qarşı bucaqları eyni olduğuna görə burada alfa olur və bura nə qalır? Beta qalır. Axı, paralelogramın düşünsək ki, iti bucağı ilə kör bucağın cəmi 180 dərəcədir və alfa üstəl betaya biz 90 demişik. Axı, bu bucaq elə, buradakı bucaq olmalıdır 180. Onda 2 dənə alfa ilə 2 dənə beta olmalıdır 180. Bir dənə alfa burada var, 2 dənə beta burada var. Ona görə bura nə qalır? Alfa qalır. Baxın, bir təpədən çəkilən iki hündürlüyü arasında qalan bucaq, bu bucaq, elə iti bucağı ilə eyni olur. Bu da çox maraqlı bir faktor. İndi bax, fikir verin, BAD-ni bizə 30 dərəcə veribsə, deməli elə bu bucaqda nədir? 30. Hələ buradan da bilmək olar. Baxın, bura 30-dursa, bura nə qədərdir? 150. Burada da 4 bucaqlı var. 4 bucaqlının bucaqlarının cəmi 360-dır. 2 dənə 90-ı var. Digər ikisinə də 180 qalır. Bura 150 olduğuna görə bura nə qalır? 30 dərəcə qalır. Deməli, buna da biz cavab verdik. Sonra, görək burada nə deyəcək? Bu medianı təbii ki, yəqin ki, xatırladacaq. Bax, diqqətli olun. ABC paralelogramda C-nin ənində eyni imiş. Deməli, qarşı tərəfin ortasını birləşdirilmiş. Sonra, başqa məlumat verməyib. Diaqonaldan danışıb. Siz burada nəyi xatırlamalısınız? Bir üçbucaqda median nə idi? Onu xatırlamalısınız. Median üçbucağın qarşı tərəfinin orta nöqtəsini birləşdirən parça idi. Buna biz median deyirdik. Və bu median biri çəkiləndə bildik. Neyinir? Qarşı tərəfin orta nöqtəsini birləşdirir. Digər median da çəkilsəydi, bu iki medianın kəsişdiyi nöqtəyə, burada B1 deyək, ağırlıq mərkəzi deyirdik. Deməli, iki median olduğunu hardan bilirik? Hər biri qarşı tərəfin ortasını birləşdirir və onların kəsişdiyi nöqtəyə ağırlıq mərkəzi deyirdik. Və ağırlıq mərkəzi təpədən başlayaraq hər bir medianı 2/1 nisbətində bölünürdü.
Yəni təpəyə qədər 2 hissə idi bu kəskinmə nöqtəsindən, təpədən sonra tərəfə qədər 1 hissə idi. İndi bax burada da əslində o qayda var. Çünki diaqonallar kəskinmə nöqtəsində yarıya bölünür. Deməli biz fikir versək, bura bir nöqtə, bura bir nöqtə deyək. Fikir versək BDS üçbucağında B-nin mediandır özü verib. CO da parallelogram qaydasına görə diaqonallar kəskinmə nöqtəsində yarıya bölünür. Ona görə M nöqtəsi o üçbucaqda, yəni BCD üçbucağında ağırlıq mərkəzi olur. İndi MC 6-dır. Bax biz dedik təpədən başlayaraq 2/1 nisbətində bölünür. Ona görə bura 3 olur. Deməli baba bura nə qədər oldu? 9. Onda biz diaqonallar kəskinmə nöqtəsində yarıya bölünür deyirdik. Onda burada olur 9. Deməli olur nə qədər? 18. Anladınmı? İndi OM 6-dırsa bura 1 hissədir. Çünki bura 1 hissədir. Təpəyə qədər 2 hissədir. Deməli yenə oldu 18. Onda burada 18 olacaq. Çünki diaqonallar kəskinmə nöqtəsində yarıya bölünür dedik. 29 illərin sualıdır. Tənböləndə üçbucaqda tənbölən qaydasını yadınıza salmalıdır. Baxın mən sizə biraz geniş danışıram ki, digər qaydaları da yadınıza salın fiqurlardan. Məsələn, paralelogramda amma üçbucaqda bizə tənbölən qaydası lazımdır. Onda biz bura bir x desəydik, bura bir y desəydik, bura a desəydik, bura c desəydik, tənbölənin xassəsi vardı. C-ni x-ə böləndə a-nı da nəyə bölürdük? Y-ə. İndi burada baxsaq AB deyir 6AK-dır. Yəni bura x olanda bura 6x-dirsə, onda mən bu KD-y deyəndə nisbətlərin eyni olması üçün BD-də nə olacaq? 6y olacaq. Və perimetr ABD-ni bizə 42 verib. Perimetr bütün tərəflərin cəmi olduğuna görə 7x ilə 7y-in cəmi. Yəni buraları toplayın. 7x ilə 7y eləyir. Bunu bizə 42 verib. Onda x plus y hər tərəfi 7-yə böləndə 6 qalır. Bax elə x plus y nədir? AD-dir. Deməli BC ilə nədir? 6-dır. Əla sualdır əslində. 31-ci sual. ABCD paralelogramının tənbölənlərindən danışır. Baxaq. Deməli, A və D bucaqlarının tənbölən BC tərəf üzərində M nöqtəsində kəsişir. Mən bunu əslində bayaqlar sizə dedim. İndi burada bir əlavə də bir neçə qayda deyəcəm. M nöqtəsində kəsişir. Yəni, bura tənböləndir, onda burada alfa. Yəni, bura tənböləndir, onda burada Z-dən beta. Onda 2 alfa, 2 beta, 180, bir dənə alfa, bir dənə beta, 90. Bura neçə dərəcə oldu? 90. Hələ, əlavə qaydalar da demək olar, amma bu sualı izah edim sonra. İndi deyir ki, BC tərəf üzərində M nöqtəsində kəsişir. AMD üçbucağın M təpəsindən çəkilən median. Bu düzbucaqlı üçbucaqdır görürsünüz. Biz isbat elədik. Və bu M təpəsindən çəkilən median hipotenuzə çəkilən median olur. Muhtəşəm üçlü qaydasına görə median hipotenuzun nəyi olurdu? Yarısı olurdu. Yəni isbat edək. Median çəkmişik. Onda biz burada deyirdik axı bunlar nə olur? Eyni olur. Yəni burada alfa təbii ki, buradan olur, beta olur. Ümumiyyətlə muhtəşəm üçlü qaydası. Median düzbucaqlı üçbucağın hipotenuzə çəkiləndə hipotenuzun yarısı idi. Yəni bura 6,5-dirsə, burada nə qədərdir? 13-dür. Deməli əslində bu paralellik qaydasından bax görürsüz Z qaydası var. Baxın Z qaydası var. Paralellik qaydasından bax bu median elə kiçik tərəf olur. Onsuz da mən bayaq sizə dedim də burada nə qaydası ödənirdi? Bura 2 idi, burada nə idi? A idi. Paralelogramın perimetrini tapın. Toplayın neyin? Vurun 2'ye. Yəni 19,5'i vurun 2'ye. Burada əlavə nə qaydası var? Burada əlavə qayda olaraq siz nəyi bilməlisiniz? Əlavə qayda olaraq maraqlı bir fakt alınır. Fakt nədir? Burada Pifagor teoremi də ödənir. Çünki biz bura 90 dedik axı. Buralarda nə idi? Alfa alfa idi. Buralarda nə idi? Beta beta idi. Onda burada olurdu beta. Yəni bura A olanda bura A idi. Bura A idi qarşı tərəflərin eyni olduğuna görə burada A olurdu. Yəni aşağı 2A olurdu. Yəni bu qaydada dedik ki, bir tərəf digər tərəfdən 2 dəfə çoxdur. Onda baxın, burada bir düzbucaqlı üçbucaq var və bu düzbucaqlı üçbucaqda Pifagor teoremi ödənilir. Yəni bu iki parçanı mən sizə verərəm. Mən perimetr istəyərəm. Bax burada fikir verin. O iki tənbələnin kvadratları cəmi AD-nin nəyin verdi? Kvadratın verdi. Belə. Yəni buranı tutaq ki 6, buranı 8 versəm perimetri istəyə bilərəm. Burada ulduz qoyuram. Mütləq bunu gözəl öyrənin. 33. 33-də nə deyir? ABCD paralelogramında ADC bucağının DY tənböləni. Bu DY tənböləndir. Yəni alfa, alfa desəm buradan olacaq, alfa olacaq. Sonra mən bura bir beta desəm, alfa üstəyəl beta nə qədər oldu? 90. Onda bura alfa olduğuna görə 2 alfa ilə 2 beta bizə nəyi verəcək? 180 verəcək.
Burada diqqətli olaraq baxarıq. Görə əli nə deyir ümumiyyətlə? Deməli bizə deyir ki, D-yə təminlənmiş. Təminə Y parçasına perpendikulyarmış. AF 6'dır. BF 4. Yəni bura 10'dur. Onda burada nə oldu? 10 oldu. Paraqramın perimetrini istəyəcək. Biz nələr ala bilərik? Deməli biz dedik ki, alfa üstəgəl beta neçə dərəcə oldu? 90 dərəcə oldu. Baxın, bunu paralel də gətirə bilərik. Onda bunu paralel gətirəndə burada nə qaydası var? Bu beta, baxın z-ə görə gəlir çıxır, nə olur burada? Beta olur və alfa üstəgəl beta nə olur? 90. Bax, 2 alfa ilə 2 beta 180 dərəcə olduğuna görə burada olur 2 beta. Çünki iti bucağı ilə kör bucağın cəmi 180 idi. Baxın, burada 2 alfa idi. Ona görə burada onsuz da 2 alfadır. Və yaxud da ki, bax, fikir ver bura. Burada 3 bucağın 1 xarici bucağı qonşu olmuş, 2 daxili bucağın cəmi olduğuna görə bura beta, burada nə olur beta? Əlavə danışıram. Burada əslində gələcəkdə oxşarlıqdan falan da biz istifadə eləyəcəyik. Əslində baba burada olur nə? 6. Əslində bura bərabər olur. Burada nə olur? 4. Bax, çox şey almaq olur. İndi biz nə isbat elədik? Biz isbat elədik ki, bura nə oldu? 14. Bax, bu bərabər yanlı 3 bucaq oldu. Səbəb də nədir? 2 alfa, heç bunu çəkməsəm də olar. Amma göstərirəm ki, qum saatından da istifadə eləyəcəyik. İndi fikir verin. Qarşı bucaqlar eyni idi. 2 alfa. Burada beta özümüz demişik. Onda 2 alfa ilə 2 beta 180 dərəcə idi. Onda məcbur bura nə qalır 3 bucaq olmaq üçün? Beta. Bu beta nə deməkdir? Bərabər yanlı. Tərəflər var. Bu da maraqlı sualdır. Türk kitablarından götürülmüş suallardır. Paraqramın bucaqları anlayışı. İkisinin cəmi nə qədərdir? 180. Özünüz yazarsınız. Gəldi ətraflı yazılı cavab tələb olunan tapşırıqlara. Perimetri 90 ABC paraqramın BAD bucağının təmbüləni. Əla. Deməli, burada siz nəyə fikir verirsiniz? Bir dənə təmbülən çəkir. Bir dənə təmbüləni bayaq sizə dedik. BAD-nin təmbüləni çəkilibsə və bu gəlib buranı kəsir bir Y nöqtəsində və BC tərəfini B nöqtəsindən başlayaraq 2 bölünsün 5 nisbətində bölünmüş. İndi təmbülən nə idi? Alfa, alfa. Onda Z qaydasına görə burada nə olurdu? Alfa. Onda bunlar nə olacaq bir-birinə? Bərabər. Deməli, burada nə olacaq? 2x. Niyə bərabər oldu? Bucaqlar eyni olduğuna görə. Onda burada olacaq 7x. Bax, paraqramın perimetri iki tərəfin cəmini vururduq nəyə? Yəni, eni ilə uzunluğunu toplayıb 2-yə vururduq. Olur 18x. Bu da 90-dan x-imiz olur 5. Paraqramın kiçik tərəfini tapın. Kiçik tərəf burayı da olur 2x. Yəni 2 vur 5 o da olur nə? 10. 36-nı özünüz yazın. Kiçik tərəf bura olacaq. Diqqətli olun. Məsələn, bəzən paraqramda belə bir sual da verə bilər. Məsələn, çəkər şəkli özü, çəkər şəkli və deyər ki, bunlar təmbüləndi. Və deyər ki, təmbülənlər çöldə kəsişir, xaricdə kəsişir. Bax, xaricdə kəsişməsi üçün gəlməlidir bunlar aralı olmalıdır burada. Yəni, içəridə kəsişmir, çöldə kəsişir. Onda nə olacaq? Yenə alfa, alfa. Bura nə olacaq? Alfa. Bax, nə dedim? Dedim ki, təmbülənlər paraqramın xarici oblastında kəsişir. BC tərəfindən çöldə kəsişir. Doğru danışıram. Məsələn, indi bax, bura olsun 5. Onda burada nə olacaq? 5. Çünki bu bərabər yanlıqdır. Onda bura 5 idi. Onda burada olacaq 5. Məsələn, bura 17 olsa, gərək bura 17 olması üçün toplayıb çıxanda bura nə qalsın? 7. Anladınız? Diqqətli olarsınız. İçəridə kəsişməyində bayaqları görürsünüz. Ortada da kəsişməyini dedik. Yəni, üzərində kəsişməyini gördük. İçəridə kəsişməyini gördük. Çöldə də kəsişir. Baba, bunlar onda necə olur? Gedir çöldə kəsişir. Hələ burada 90 dərəcə olur. 37. 37-də görək nədən danışır? Perimetrləri cəmi 34 olan ABCD və CEF paraqramlarının AC və CF diaqonalları bir düz xətt üzərindədir. AF 13 olarsa, ABC və CF üçbucaqlarının perimetrləri cəmini tapın. Əla. Deməli, biz bura A desək, bura bir B desək, bura bir C desək, bura bir D desək. Bunların perimetrləri 2A üstəlik 2B'dir. Bunun da perimetri 2C üstəlik 2D'dir. Onda belə çıxır ki, A, B, C, D 34-ün yarısıdır. Bildiniz də niyə? 2A üstəlik 2B, 2C üstəlik 2D, 34-ü 2-yə böldüm. İndi bura bir X deyək, bura bir Y deyək. Bunun perimetri və bunun perimetridən danışır. Onda onların perimetrləri olur A plus B plus X, C plus D plus Y. Yəni, toplananların yerini dəyişəndə A plus B plus C plus D plus X plus Y. Bax, buranı 17 almışıq. Bəs bu nədir?
Bu da diagonaldır. AF diagonalıdır. Bax fikir verin. X və Y. AF diagonalıdır. O da nə edir? 13 edir. Olur nə qədər? 30. 38-ci sual. Proqram çox böyük mövzudur. 38 dənə sual içərisində proqramı gözəl öyrənmək olmaz, amma mən sizə bacardığım qədər əlavə məlumatlar verdim. Nə deyir? Gəlin bunu biraz biz özümüz böyük çəkək. Deyir ki, ABC proqram A-ın və D-yin, bax yenə də içəridə media tənbölənlərin kəsişməsini verir. Bax, bura bir tənböləndir. Bir yazacağım. Bu alfa, bura alfa, onda bura nə olurdu alfa. Bax, B-yin bölünsün NC-dən danışır. 3 bölü 2. Bax, bu NC tərəf 2x-dir. K deyək. Bura 3K-dır. Gördünüz mü? B-yin bölünsün NC. M-dən danışmır. Onda bu necə üçbucağıdır? Bərabər yanlı. O Z qaydasından alınır da tənbölən dediyinə görə. Ona görə bura 3K olur. Deməli, buradan olur. 3K olur. İndi bizə D-min də tənbölən olduğunu deyir. Onda bu 3K-nı silirəm. Yadıma salıram ki, bura 5K olacaq. Burada tənböləndir. Onda bax, bura beta deyirəm. Bura beta deyirəm. Onda bu Z qaydasından buran olur beta. Onda bu betadan bu necə üçbucaq olur? Bərabər yanlı. Onda bura 3K-dırsa, buradan olur 3K. Onda 2K-nı çıxanda bura 1K qalır. Onda 5K olmaq üçün də bura 2K qalır. İndi MN-i bizə 3 verib. MN-i K almışıq. Bunu bizə 3 verib. Proqramın perimetrini istəyir. Perimetrdə iki tərəfin cəmini vururduq 2-yə. Yəni N-ilə uzunluğu toplayıb 2-yə vururduq. 16K-dır. K-da 3 olduğuna görə 3 16 eləyir 48. Siz burada nəyə diqqət yetirirsiniz? Bir də təkrar deyirəm. Bu sözü belə də yaza bilərdi. Deyərdi, proqramın tənbölənləri daxilində kəsişir. Çöldə, xaricdə kəsişməyi bayaq gördünüz. Ortada da kəsişməyi gördünüz. Diagonallar arasında sizə düsturu verdim. Sahə düsturunu verdim. Ümumiyyətlə bir əlavə də danışım. Proqramın bir diagonalı proqramın sahəsini yarıya bölür. Bunu bilin. Onda bura nə olur? S. Proqramın iki diagonalı çəkiləndə diğer diagonal da deməli yarıya böləcək. Onda burada nəyə diqqət yetirin? Bu medianda axı, çünki bu yarıya bölünür, bu da yarıya bölünür. Ona görə bu dəfə 4 dənə eyni sahəli fiqura bölünür. Yəni, proqramın iki diagonalı çəkiləndə proqramın sahəsi 4 dənə hissəyə bölünür. Bayaq da buna bir diagonal arasındakı bucağı alfa deyəndə sahə üçün sizə belə bir qaydada mən verdim. Anladınız? Hələ məsələn, bəzən proqramda belə bir sual qurarlar. Deyərlər ki, AB A ilə B-nin tənbölənləri daxildə kəsişib bir F nöqtəsi deyərlər. Özləri şəkil çəkərlər. Bunu da belə paralel apararlar. Burada bir Y nöqtəsi deyərlər. Məsələn, buranı 18 verirəm. Buranı məsələn 8 verirəm. Bizdən istəyərlər F yeni. Amma deyir ki, BF ilə AF tənböləndir. Bunu da öyrənin. İndi tənbölən demir bizə, deyir. Amma YF-in tərəflərə paralelliyin verib. Yəni AD-yə paralelliyin bizə verib. İndi diqqətli olun. Bura alfa dedik, bura alfa dedik, bura beta dedik, bura beta dedik. Onsuz da buranı aldıq? 90. Axı FY-nin AD-yə paralelliyindən mən bunu davam eləsəm, onda burada nə olur? Alfa olur. Baxın, bura bir nə aldıq? Əslində xatırlatmalı olan bir xassı alırıq. Digər Z qaydasından burandan alırıq beta. Yəni əslində buranı biz muhtəşəm üçlü qaydasını alırıq. Bununla bu eyni olur, yenə də bu eyni olur. Yəni median, hipotenuzun yarısı anlayışı. Buranı bayaq nə qədər vermişdim? 8. Onda buranı olur 4. Axı bu M desək, MY elə paralel olduğuna görə AD ilə eynidir. Yəni 18-dir. 18-dən 4 çıxanda da burana qalır 14. Bunları da bilin. Yəni bura olur AB-nin nəyi? Yarısı. Əslində buradan da götürsəm, belə çəksəm, bunları da tənbölən desəm, yenə də bura olacaq yarısı. Onda 14-dən də 4 çıxanda bura nə qalacaq? 10 qalacaq. Buranı da sizdən istəyə bilər. Elə misallar gəlir. Belə. Deməli, ümidvaram ki, bu proqramı, bu fürsətdən istifadə edib sizə bütün demək olar ki, bu toplu üzrə olan bütün sual tiplərinə uyğun qaydaları da sıfırdan sizlər üçün izah verdik və orada yaddaşınızda qalsın deyə hündürlüklərlə tərəflər arasında bərabərliyi verdik. Diagonallarla tərəflər arasında əlaqəni verdik. O sözlərə də fikir
verərsiniz. Deməli, həm əyani, həm də onlayn İnnovativ Təhsil Mərkəzində olan riyaziyyat hazırlıqlarına qeydiyyat davam eləyir. Qeyd olunan nömrələrlə əlaqə saxlayıb dərslərimizdə qoşula bilərsiniz. Növbəti dərslərdə görüşərək hər kəsə uğurlar.